Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanı hazırlaşan müəllimlər üçün indi mən test izahı verirəm. Deməli, biz birinci tərəfdə vizatı görürük. Vizat olan hissələrdə biz bu qeyd edilən formaları işlədəcəyik. Ona görə də A variantı burada səhvdir birinci tərəfə görə. Daha sonra D variantı burada səhvdir. İndi biz qaldıq B, C, Y arasında. Digər tərəfdən biz baxırıq ki, ikinci tərəf developed feili var, yəni keçmiş zaman. Əgər bir feil keçmiş zamandadırsa, digər feil də artıq keçmiş zamanda olmalıdır. Ona görə də modal feil olaraq C variantında can perform düzgün deyil. Biz could-u işlədə bilərdik burada. Qaldıq biz B və Y variantı arasında. İndi baxırıq biz deməli calculate sözünə. Calculate hesablayıcı maşındır. Cansızdır. Ona görə had to perform burada işlənməsi düzgün deyil. Had to perform bir işi edərkən məcbur olmaq, məcburiyyət qarşısında qalmaq mənasını verir, ifadə edir. Ona görə də biz calculate-ni burada işlətsək tərcümə ilə də uyğun gəlməyəcək.